Doktor, burun belində donqarlığın olması çəpər əyriliyin də olması anlamına gəlir. Xeyr, bu hər zaman belə deyil. Burun belində, yəni burnun bu hissəsinin bu formada yüksək olub, el arasında bu burun beli donqarlığı və ya tibbi dildə dorzal hump deyirik buna, olması hələ ki sizdə çəpər əyriliyin də olması anlamına gəlmir. Ola bilər ki, sizin burun çəpəriniz tam düzgündür, nəfəs almaqla bağlı heç bir probleminiz yoxdur. Və ya bunun əks tərəfi də düşünülə bilər. Burnunuzun xarici görünüşü çox yaxşıdır. Hər görünüş etibarilə üzünüzə uyum cəhətdən hər şey çox yaxşıdır. Belə bir şəxsdə burun çəpər əyriliyi ola bilərmi? Bəli, ola bilər. Burnunuzun xarici görünüşünün tam yaxşı və normal olması çəpər əyriliyinizin olmaması anlamına gəlmir. Nəyə görə? Burun piramida şəklində belə bir quruluşa malikdir və onu ortadan ikiyə bölən bir divarımız var. Buna burun çəpəri deyirik. Buradakı əyriliklər burunun xarici görünüşünə sirayət etməyə bilər. Burun xaricdən tam normal görünə bilər. Və ya əksinə sizin verdiyiniz sual kimi burunun belində hump ola bilər, donqarlıq ola bilər, amma çəpəriniz tam normal ola bilər. Yəni burunun xarici görünüşünə baxaraq çəpər əyriliyi haqqında fikir yürütmək hər zaman mümkün olmur.